Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Qala Abdullah ibn el-Mübarek rahimahullah, talabtul edebe 30 seneten ve talabtul ilme 20 seneten ve kanu yatlubunal edebe qabla'l ilm. Abdullah ibn Mübarek böyük alimlərimizdendir və çox əvvəllər yaşayıb və İmam-ı Sünnə deyirlər. Həm Allah yolunda döyüşüb, həm elm tələb edib. Və böyük keçmiş alimlərimizdəndir. Və o deyir ki, mən ədəbi 30 il tələb elədim. Yəni 30 il ədəbi öyrəndim. 20 il də sonra elm tələb elədim. Onlar deyir, əvvəlkilər elm öyrənməzdən qabaq ədəb öyrənərdilər. Yəni bu əsas məsələlərdən birisidir. Çünki sənin nə qədər elmin olsa, ədəbin olmasa, ən birinci ədəb insan Allah qarşısındadır. Ondan sonra insan özünlə, nəfsinlə, ətrafdakilərlə və s. bütün ədəblər, yəni hələ elm özü odur. Və ondan sonra Allah rahat olurdu. Məsələn, bəzisi olur ki, kəngəllə yemək yiyir, görmüş bu dəhşət şeydir, ədəblidir çox. Düzdür, o da lazımdır. Və yaxud da məsələn biri deyək ki, təmiz paltar geyinir, ütülü paltar və yaxud da məsələn danışanda bir-iki kəlmə belə maraqlı sözlər deyir. Yəni ədəb, bəli, yəni bununla da özün ədəbli sayır və başqaları nədir? Geridə qalan sayır, ədəbsiz sayır. Yox, onunla deyil, düzdür. Bunlar hamısı insanda bacardığı qədər eləməlidir. Ədəb qaydaların yerinə yetirməlidir. Və ən birinci insan bu dünya və axirət ədəblərinə görə çalışmalıdır. Və bu dünyanın öz ədəbləri var və bu dünyanın ədəbləri odur ki, yəni dediyim kimi birinci insanın ədəbi əxlaqı Allah qarşısında olmalıdır. O da odur ki, sən daima hiss etməlisən ki, Allah səni görür. Sən onu görməsən də, o səni həmişə görür, hər an görür, hər saniyə görür. O sənin qəlbindən keçənləri də bilir. Sən nə edəcəksən, sən bilmirsən. Qəlbindən nələr keçir. Sabah nə keçəcəksə bilmirsən. Sabah səhər yuxudan duranda sənin qəlbindən nə keçəcəksə bilmirsən, amma Allah bilir. Çünki o səni yaradıb və o hər bir elmi əzəli və əbədi ilminlə bilir. Və ona görə də, yəni ədəb deyəndə, bəzisi məsələn hər hansı oxuyub, kimsə oxumayıb, özün ədəbli sayır, ağıllı sayır və başqalarına xor baxır. Bu da ədəbdən deyil. Və yaxud da, bayaq dediyim kimi, bəzisi yəni oturanda kəngəl bıçaqla yemək yiyib, görmüş bu dəhşət yüksək bir dərəcəyə ədəbi əxlaqa çatıb və yaxud da biri geyimin dəyişib, görmüş bu ədəblidir, yəni açıq-saçıq deyinib və yaxud da cürbəcürə formalar deyir, bəlkə də kişilər məkyaja gedir, bu ədəb, əxlaq, yəni inkişaf sayır. Amma ədəb elə deyil. Yəni özünü təmiz saxlamalısan, əlbəttə paltarı da, içərini də, daxili də təmiz saxlamalısan. Və ədəb yəni ən böyük nemət. Ona görə də, yəni 3 ay, 3 il yox ha, 30 il ədəb öyrəndim deyir. Yəni alimlərlə oturub danışmaq, böyüklərlə, ağsaqqalla, müəllimlə, şeyxlə, yəni ölkə başçısına, yəni o da ədəbdir. Görürsən kim nə gəldi, çıxır, danışır. Əlbəttə ölkə başçısını da hörmətini qoruyub saxlamasan, xüsusən onu. Çünki onun hörmətinin azalması, heybətinin azalması zərərdir. Çünki insanların yaşayışının, yəni ölkənin, dövlətin yəni başında duran odur. Onun heybəti qorunub saxlamalıdır. Və yaxud da evdə, valideyndir. Yəni ədəb və yaxud da məsələn şeyx, alim, böyük alimlərimiz. Yəni onlarla baxırsan çıxır, görürsən ki, rəddiyə verir, heç söhbət nədən gedirsə bilmir. Və bugün nə qədər özünüz görürsünüz, əlinə mikrofon olan çıxıb danışır. Və o məsələlərdən başlayıb ayət deyir, öz ağlına. Çünki o başa düşmür, görmür, bilmir. Ədəb yoxdur. Ədəb yoxdur. Ədəb böyük nemətdir. Və ona görə Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, sizin qiyamət günü tərəzinin ağır gələn kimdir? Əxlaqdan çox olan, mənə ən yaxın olan. Ədəb, əxlaq, bu güclü şeydir. Hər bir məsələdə. Yəni, hətta heyvanlarla, təbiətlə, yəni, ədəbi olmalıdır. Götürür zibil qabını atmır, zibili atır, hara gəldi, onun qapısını atır, bunun bağını yanına atır. Bu da ədəb deyil. Amma gəl oturanda ədəbdən danışır. Yəni, ədəb çox şeydir. Yəni, hamısı öz əxlaq və ədəbinin üzərində işləsə, heç nə lazım deyil. O mehribançılıq, o gözəllik olar həmişə. Ona görə də biz də çalışmalıyıq. Yəni,
Ondan sonra elm tələb elədim. Təsəvvür etsən, elm insanı yəni qaldırmır, ədəbli eləmir. Ədəbin yoxdursa sən, birinci onu başa düşmürsən. Yəni var elə insanlar bugün məsələn görürsən ki, elmdə oxuyub, yəni yüzlərlə bəlkə oxuyub, tonlarla bəlkə oxuyub. Amma görürsən danışanda bəzi şeydə düzdür, amma başqa şeydə ədalətsizdir, başqa bir şeydə tərbiyəsizdir. Məsələn, onun haqqına girir, Allahın haqqından danışır, haqqına girir, Peyğəmbərin, məsələn, bayaq dediyim kimi ölkə başçısının və yaxud da başqa hər şey. Və ona görə də, yəni, ondan sonra deyim, mən, elm, 20 ildə elm tələb elədim. 20 il, ya o da azdır. Yəni, o ədəbi öyrənəndən sonra elm tələb eləmək rahatdır. Artıq sən hələ ədəbi öyrənmirsən, hər şeyi öyrənmirsən. Ona görə də ədəb və əxlaqa fikir vermək lazımdır. Və qiyamət gününün əlamətlərindən birisi ədəb əxlaqın gedməsidir. Və ədəbin əxlaqın gedməsidir. Və ona görə Resulullah sallallahu aleyhi ve sellem dedi ki, qiyamətin əlamətlərindən birisi odur ki, deyir, ana öz ağasını dünyaya gətirəcəkdir. Qadın öz ağasını dünyaya gətirəcək. Qiyamət günü qopmaz, bu olmadıqda. Və alimlər bu hədis şərifin təfsirində, açıqlamasında deyirlər ki, yəni övlad anasının üzərinə qayıdacaq və anasına qul kimi davranacaq. Və ona görə nə deyir? Biz də çalışmalıyıq ki, ədəbimizi, ərkanımızı öyrənək. Və bu barədə qiyamətin əlamətlərinə hədislər çoxdur. Və bilirsiniz ki, qiyamətin əlamətlərindən birisi insanlar, heyvanlar kimi yaxınlıq eləyəcəklər yolların qıraqlarında. Görürsünüz, ədəb əxlaq edəcək. Artıq dünyanın sonunda belə insanlar qalır. Və ona görə də ədəb mütləq şəkildə lazımdır. Əxlaq mütləq şəkildə lazımdır. Və Allah Teala bizi gözəl yaratdığı kimi bizim əxlaqımızı da gözəl eləsin. Allah Teala bütün müsəlmanlara kömək olsun. Allah müsəlmanları qorusun. Allah ölkəmizi qorusun. Əmin-aman içərisində etsin. Allah düşmənlərimizi məhv etsin. Allah Teala xəstələrimizə şəfa versin. Allah Teala ruzimizi bol, bərəkətli etsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, döyüşənlərimizə can sağlığı versin. Allah Teala əskər balalarımızı qorusun. Hərbiçilərimizi qorusun. Ölkəmizin əmin-amanlığını qoruyan balalarımızı qorusun. Allah Teala ölkə başçımızı qorusun. Onu haqq üzərində etsin. Sağlamlıq versin, güc qüvvət versin. Və onu bizim üçün xeyirli etsin. Və onun ətrafını xeyirli etsin. Və Allah Teala bizi xəstəliklərdən qorusun, bəlalardan qorusun, fitnələrdən qorusun, fitnə əhlindən qorusun, şərdən qorusun. Və Allah Subhanahu Teala həmişə bizi xeyir üzərində etsin. Subhanaka Allahumma və bihamdik. Nəşhədu an la ilahə illə əntə nəstəğfiruka və nətubu iləyik.